Serebral iflic xəstəliyi olan uşaqların valideynləri. Mənə diqqətlə qulaq asın. Çünki bir çoxları bizə müraciət edəndə məhz serebral iflic uşaqlarının bu problemləri ilə baş edə bilmədiklərini və çox çətinlik çəkdiklərini bildirirlər. Serebral iflic diaqnozu qoyulan uşaqlarda adətən müəyyən yaşdan sonra, xüsusilə 1 yaşdan sonra uşağın bədənində yüksək tonus nəticəsində müəyyən bir dəyişikliklər, ətrafların yığılması, bərkiməsi, tonusun artması, distoniyanın əmələ gəlməsi kimi vəziyyətlər yaranır. Yəni bu nə deməkdir? Tonusun artması nəticəsində və distoniyanın yaranması nəticəsində uşağın əlləri qollarından, dirsəklərindən bükülmüş vəziyyət alır, biləkləri bükülmüş vəziyyət alır, əllərini yumruqda saxlayır, ayaqlarını barmaq ucunda qoyur, addımladanda uşağın hərəkət etdirmək istədikdə o barmaq ucunda addımlamağa başlayır, dabanını yerə qoya bilmir, çünki əzələləri çox gərgin olur. Bəzən isə hətta haçalama kimi ayaqlarını bir-birinin üzərinə qoyaraq addım atmağa çalışır. Bütün sadaladığım hərəkət pozuntularının kökündə uşağın əzələlərində tonusun yüksəlməsi və vətərlərinin qısalması dayanır. Valideynlər mənə çox zaman sual verirlər. Doktor, bu əlaməti görən kimi biz gedib əməliyyat elətdirməliyik? Əlbəttə ki, yox. Əməliyyat biraz daha invaziv, çətin, ağır, bərpası uzun gedən bir müalicə üsuludur və əməliyyat üsulu ən gecikmiş hallarda təyin olunmalıdır. Bu mərhələdə uşağın 1-2 yaşından başlayaraq tonusu artdısa, botulina terapiya deyilən botoks, botulaks kimi, disport kimi iynələrlə, amma bu müalicənin adı tibbdə botulina terapiyadır. Bu botulina terapiya proseduru vasitəsilə həmin o gərgin olan əzələlərinə biz iynələr vurmaqla o uşağa heç bir əməliyyat olmadan, heç bir gipsləmə istifadə etmədən, narkoz etmədən əlinin ayağının yumşalmağına kömək eləyə bilərik. Məsələn, əgər uşağın dirsəkdən bükülübsə, dirsəyi bükülən biceps əzələsidir. Bu əzələyə bir neçə yerdən iynə vurmaqla uşağın əlinin yumşalmasına səbəb olur. Bəs tonusu azaltmaq bizə nə üçün lazımdır? Birincisi, tonusu azaltmaq qulluq üçün lazımdır. Uşağın əli bükülü, ayaqları bükülüdsə, onu çimizdirmək, qulluq etmək, partnersini dəyişmək çox çətin olur. İkincisi, idman etmək çətin olur. Təsəvvür edin, ədi yığılmış, bərkmiş, vətəri qısalmış uşağa reabilitoloq, idman müəllimi müəyyən hərəkətlər verəndə çox ağrı verir. Amma botulina terapiya olan uşaqların əli ayağı yumşaq olur və ağrı vermir. Üçüncüsü, tonusu normaya çatmış uşaqlar daha rahat hərəkət edə bilirlər. Yəni uşağın əli yığılıbsa, o əlini açıb nəsə əşya götürmək funksiyası məhdud olur. Amma əli yumşalarsa, ayaqları yumşalarsa, onun addımı da rahat olacaq. Əlini atıb hər hansı bir iş görmək qabiliyyəti də yaxşı olacaq. Ona görə əziz valideynlər 1 yaş yarımından başlayaraq serebral iflic uşaqlarınızda tonus, distoniya dediyim problemləri görürsünüzsə, müraciət edə bilərsiniz. Botulina terapiya vasitəsilə bu problemləri vaxtında asan həll etmək mümkündür.